Word proqramında görülə bilən ən mühüm işlərdən biri də mündəricətin hazırlanmasıdır. Mündəricəti hazırlamaq üçün ilk növbədə biz başlıqları seçməliyik. Girişi seçib, tutaq ki, sətrin failin axırına gəlib, girişi yazıb, nöqtələr qoyub, nömrələrə baxıb, tutaq ki, 7-ci səhifə. Bu formada adətən eləyirlər, bu səhv doğru deyil. Mündəricət əslində necə hazırlanır, onu mən sizə danışmaq, göstərmək istəyirəm. Giriş bir başlığı seçdik. Home Link tabında biz seçirik birinci dərəcəli başlıq. Səhifənin ortasına gəlir. Fəsil 1. Bunu da seçirik birinci dərəcəli başlıq. Fəsil 2.1. Yəni ikinci fəslin içində olan alt fəsil olduğuna görə bunu ikinci dərəcəli başlıq kimi qeyd edirik. Fəsil 2.2. Bunu da ikinci dərəcəli başlıq kimi qəbul edirik. Fəsil 3. Yəni bu formada biz əsas başlıqları başlıq 1 kimi, köməkçi başlıqları isə başlıq 2 və yaxud 3 və yaxud 4 kimi deməli seçmək olar. Bütün bunlar əməliyyatda yerinə yetirildikdən sonra səhifənin sonuna gəlib bunu silirik. Reference lent tabına giririk. Table of Contents seçdik. Burada nümunəni seçirik. Mündəricənin hansı formada olsun. Və birinci nümunəni seçirik. Görürsünüz, avtomatik olaraq deməli mündəricəmiz hazırlandı. Avtomatik olan nömrələr yazıldı, hər bir səhifə nömrəsi. Əgər bundan sonra hər hansı bir səhifədə başlıqlarda dəyişiklik olacaqsa və yaxud əlavələr olacaqsa, məsələn, Word proqramında simvollar 46-cı səhifədə 48-ci səhifəyə düşəcəksə əgər, avtomatik burada nömrələr də dəyişiləcək.